Bir daha vaxtınız xeyir olsun değerli futbol severleri. U13 Azərbaycan çempionatına sizləri mən Tural İskəndərov salamlayıram. Ulduz ilə Ağsu komandalarının oyunu sizə təqdim edəcəm. Ehtələ sizə tanış edək. Ulduz komandasında bir qapıda Ömər İskəndərli, 2 Məhəmməd Məhrəmlidir, 3 Cahid İsmailov, 4 Yüzazir Əskərli, 5 Hüseyin Süleymanlı, 6 Əhməd Virziyevdir, 7 Tunar Əliyev, 8 Uğur Hüseyinli, 9 Hüseyin Dalivalov, 10 Zülfikar Alaverdiyev, 11 Fərahim Kazımlı, 12 Ehtiyat Qapçı Abdülxaliq İbrahimli, 13 Namik Nəsibli, 14 Raul Əsənov, 15 Hüseyin Qurbanov, 16 Said İstatema, 17 Oktay Ələkbərov komandasının kapitanıdır, 18 Mehdi Əliyev, 19 Qəhrəman İsmailzadə. Komandanın baş məşq postunda isə hamımızın əla tanıdığı Vüsal Rüstəmovdur. Narıncı gemdə növə olaraq çıxış eləyəcək Ulduz Futbol Akademiyası. Rəqibi Ağsuda isə baş məşq postunda Xəyal Quliyevdir və qırmızı geyimdə çıxış eləyəcəklər. Çox maraqlı bir qarşılaşma olacaq. Bu dəqiqdir. Deyərdim ki, mərkəzi qarşılaşmadır. Çünki bölgələrdən olan komandalar hər zaman paytaxt komandaları qarşı sona qədər əzimkar mübarizə göstərir. Baxımlı futbol nümayiş etdirir. Və yəqin ki, bu oyun da elə oyunlardan biri olacaq. Artıq demək olar ki, hər şey hazırdır starta. Topa ilk toxunan tərəf Ağsu City olacaq. Hakimin start fiti gəldi hər iki tərəfə. Zədəsiz, uğurlu maç arzu edirik. İstatema topladı. Komandirlaşıyla oynuyor. Oktay Ələkbərova gəlir top. Ələkbərov. Top itkisi var. Ağsu City komandası topa eləməyə yaxın idi. İstatemadan sol cinatda 5 nömrəli oyunçu Hüseyin Süleymanlı ünvanlanmışdı. Top sonunda isə out. Maçda ilk outu Ağsu komandası yerine getirir. Bravo Teo, bravo. Başla, kabağa başlıyor. Hadi, kabağa istiyor. Ümumiyyətlə bu maçın %100 nəticəsini demək bir qədər çətin məsələdir. Çünki hər iki komanda sırf qələbəyə köklənib 4 maçda 9 xal toplayıb 3 qələbəsi var Ulduz Futbol Akademiyasının. Rəqibi Ağsuda ondan o qədər də geri qalmır. Bir oyun az maç keçirib və 3 maçda 2 qələbə, 1 bərabərlik var. Naməğlub seriya hal-hazırda göstərir Ağsu City. Xəyal Quliyevin başçılığı altında bu komanda uğurlu çıxışlarla yadda qalmaqdadır. Oktay Ələkbərov cinatlı sağa Namik Nəsibli ilə oynayır. Dəyişir. İndi komanda niyyətində ən texnikal oyuncularından biri Uğur Hüseyinli toplaydı. Tunara top çatmadı Oktay Ələkbərovdan. Cahid İsmailov. 10 nömrəli oyuncu Zülfikar Alaverdiyev topladı. İstatemadan top itkisi var. Ələkbərovdan yenidən sağ cinatda. Süleymanlı. Yenidən geriyə. Cahid İsmailov. Uğur Hüseyinli ilə oynayır. Uğur Hüseyinli topladı. Oktay Ələkbərov. Seyid İstatema. Oktay Ələkbərov. Sol cinala hücum. Qurma cəhdi var. Ucaboy yarım müdafiəçi. Hücuma meyilli yarım müdafiəçi daha çox mövqeyində görürük 16 nömrəli Seyid İstatema. Ələkbərova gəlir top uzaqdan ilk zərbə və reaksiya. İlk təhlükəli hücum Ulduz Futbol Akademiyasından gəlir. Oktay Ələkbərov idi. Az öncə ağır artilleriyanın müəllifi. Qalkiber top oyuna daxil edəcək. Üçüncü, demək olar 4-cü dəqiqədə ilk seyvini etmək məcburiyyətində qaldı. Ağsu City'nin qalkiberi. Alaverdievdən sağ cinata. Uğur Hüseyinliyə. Out. Geriyə Cahid İsmailovdan hətta qalkiper Ömər İskəndərliyə qədər qayıtmışdı top. Hüseyin Süleymanlı. Seyid İstatema. Oktay Ələkbərov.
Zülfikar Allaverdiyev aro ötürməsi mükəmməl. Oyundan kənar vəziyyət yoxdur, amma ötürmək üçün heç əlverişli mövqedə deyildi. Uğur Hüseyni. Ona doğru ötürmə çox qüvvətli verilmişdi. Hələ ki, qarşılaşma qolsuz bərabərliklə davam edir. Amma zənnimcə bu qədər təzyiq özünün hesabın açılmasına görə çox gözlətməyəcək. Ümumiyyətlə, bu futbol akademiyası, söhbət Ulduz Futbol Akademiyasından gedir. Belə sürətlə inkişafına səbəb çox səbəblər həqiqətən demək olar. Maç boyu bu səbəbləri sizlərə ardıcıl bildiklərimiz qədər ən azı izah etməyə çalışacağıq. Birinci növbədə komandada çox yüksək səviyyədə nizam-intizamın olması və yalnız nəinki futbolçuların, istənilən yaş qrupu üzrə valideynlərin də eyni nizam-intizam və övladları uğrunda hər şeyə hazır olmaları Ulduz Futbol Akademiyasının sürətlə inkişafının əsas təməlidir. Region və xarici səfərlərdə də Ulduz Futbol Akademiyası heç də az iştirak etməyib. Bir çox yaş qrupları üzrə iştirak etməsi bir yana və mükafatsız da demək olar. Böyük ölçüdə qayıtmayıblar. Yalnız son turnirdə Qubada keçirilən beynəlxalq Ulduz Futbol Akademiyasının nəzdində beynəlxalq turnirdə komanda 4-1-də mübarizəni dayandırmışdı, amma o həmin qrupda da gəlin etiraf eləyək ki, kanalımızda həmin oyunlardan nümunələr var. Ulduz Futbol Akademiyası olduqca çox çətin qrupa düşmüşdü. Çətinlik bir yana bəzi epizodlarda səhvlik mi desək və ya bəxtsizlik mi desək, komanda adını yarım final, finallara yazdıra bilmədi. Buna baxmayaraq, sevilən futbol nümayiş etdirdi Ulduz. Yaddaşlarda qaldı. Burada isə 8 nömrəli oyunçu Ağsu City'dən yerdə qalır. Təbii ki, ehtiyac olsa Hakimlər Briqadası da dərhal daxil olacaq meydana. Yedinci dəqiqə sonlamaya yaxındır. Qolsuz bərabərlik qarşılaşmada davam edir. Hələ ki, Ulduz və Ağsu City oyununda 0-0'lık bərabərliyi var. Hadi, bura gel tez. Tez de bura. Davam ettirmək olar oyunu. Səviyyəli oyuncu meydandan kənarda tədavisini davam etdirəcək. Qarşıladı təbii ki, müdafiə xətti. Əks məmləsi qurmağa çalışır Ulduz. Tunar istiqamətindən top çatmadı. Uğur. Yenə Uğur Hüseynim. Səidi İsatiyəm uzaqdan yoxlayır və sonra da müdaxilə. Zənnimcə toxunuş var idi. Bəli, toxunuş qeydə alındı. Gün zərbəsi. Dalkiperdə qalır top. Vaxtında müdaxilə 13 nömrəli oyunçu Namiq Nəsillidən gəlir. Rəqibin hücumunun kəsərinin artmasına qətiyyətlə imkan vermədi. Yolla Şakir.
Oktay Lekberov. Ağır ötürməsi. Uğur Hüseyinliyə çatdı. Oradan ötürmə. Bir zərbə lazımdı ve son anda golkiper düz top onun üzerine geldi. Tunar Əliyev yuvarlanırdı ötürmə. Ama təəssüf ki tam dəqiq istediği komfortda ötürmək gəlmədi Əliyev istiqamətinə. Artık golun havası yavaş yavaş yaxınlaşır. Yine altı Aksun. Out. 10. dakika Aksun yine 6'yı yönetirir. Ha. Galip, bura iste, bura iste, yakınca, ağaçsa. Bir de kaçta. Sır! Ömer İskenderli. Gücünü çevirme, düş! Komandalaşım Hüseyin Süleymanlı ile oynuyor. Statiyemeye top çatmadı. Ayağa! Ay kardeşim, sırpa! Karşıla! Yalnız indi Seyid Statiyema toplaydı. Top bitirdi. Oktay Lekberov topu komandasına qaytarır. Uğur. Uğur Hüseyinli. Ve daha önce artık top meydanşanı hakimin fikrince terk edip. Seyit, ortaya çık. Seyit ortaya çık, Seyit ortaya bile. Offside'a bak, Seyit çık offside'a. Yusuf altından gir. Galip Ferdi'nin yanına düş. Galip Ferdi'nin yanına düş ya. Hadi, korkma. Ne geçsin? Ver başına. Aksun'da bir hücumu. İkra idare et. Hücum neticesiz kalır. Out. Oktay Lekberov. Karşıla. Hüseyin Süleymanlı'dan ötürmə. Ahıra çıkıyorsa. Bravo. Tunar Şəliyev istiqamətinə top çatmadı və növbəti out Aksun. Korkma, давай. До конца играй, эй. Geç bakın ortadan. Yok, sağ. Daha bir out. Yoxsa yox. Daha doğrusu gün zərbəsi demək istəyirdim amma top sadəcə Ulduzun öz oyuncularından meydanşanı tərk edib. Aradan pas vermez. Hey, Ezan, geçen qabağında deyəm, uzun, 16'ını. Bravo, gel, Seyit, İgray, Seyit. İgray, gel süzər. Divar ötürmələrlə Ulduz hücuma qoşulur. Karşıla, bravo. İkinciden zərbə. Gün zərbəsini isə nömrə 8 Uğur Hüseynli yerinə yetirəcək. Cərimə çası daxilində ən az 4 Ulduz Futbol Akademiyasının oyuncusu var. Başla zərbə və golkiper nəyi çıxartdı golkiper. İnanılmaz reaksiya. Tirin altından 100%'lik golu çıxartdı. Aksu City'nin golkiperi. Çok güzel nöqtəyə yuvarlamışdı. Gün zərbəsindən ötürülən top ama təəssüf. Arcıl ikinci gün zərbəsi. İki cəhətə top golkiperdə qalır. Namiq Nəsibli. Uğur Hüseyin'im. Bravo Yusuf, bravo Yusuf. Out. Aksu City. Aferin Ata, malades Yusuf. Atılma Ercan. Geçme, uçak, ortaya slash, buraya bir set atılma. Malades, takansı igla. Bravo Yusuf. Sık onu. Oktay Lekberov. Namiq Nəsibli. Gün zərbəsi Ulduz.
Əziz, düş ortaya. Tunar Əliyev topladı. Albana, saniye bakın, Turan. Dərhal out ilə özü yenə itirdi Əliyev. Sədi Sətema. Rəqbi öz qapısına sıxışdırıb Ulduz Futbol Akademiyası. Ömer İskəndərli. Sol cinahda Hüseyin Süleymanovun mövqeyindədir top. Tunar. Hüseyin Süleymanov. Yine Tunar Əliyev 2-10 ətəsindən çıxdı. Ötürmə zamanı da artıq Səid İstatema da doğru ötürmə verəcəkdi ki və burada yan xətt hakimi Knyaz Əmir Aslanov qayda pozuntusunu vaxtında görür. Təcrübəli hakim. Təhlükəli zonadan cərimə zərbəsi. Dərhal standart vəziyyət yerinə yetirildi. Cahid İsmailovdan sağ cinahda Namiq Nəsibli topladı. Tunar Əliyev. Əliyevdən ötürmə. Top hələ ki Ağsuda qalır. 2-15 dəqiqə arxada qalıb. Hələ ki qolsuz bərabərlik hökm sürür qarşılaşmada. Tez oyna. Galip sen iste qabağına. Kardeş kapıdan o tarafa geç. Kapıdan ama o tarafa geç de ola. Ha. Galip onun arkası, Seyit'in arkasına düş. Seyit'in arkasına. Seyit'in arkasına. Çok. Bravo, bravo. Bizde. Geç başla. Galip Seyit'in arkasına. Bak onun üstüne ömrənin dalında kal. O sen. Hazır ki içeri. Ola. 5 numara ola. Stop. Bir de. Hadi gel. Bakın kimi. Top yanında yerə düşür. Top. Kim? Düşmesin. Mərkəzdə hal-hazırda. Karşıla Galip. Bravo. Demək olar ilk 15 dəqiqədə eyni anları görürük. Ulduz hər dəfəsində təzyiq edir, topu qazanır. Bəzi epizodlarda isə top itkisine məruz qalır hər iki komanda. Çay karşıla. Və sağ cinahla hücum cəhdi var. Tunar Əliyev. Atılma. Çay onun yerində qal. Bravo Tura. Bak Tura'nın topu. Qarşıladı müdafiəçilər. Out. Ulduz. Səid İstasema. Ən solda Uğur Hüseynli. Cinahtını dəyişib Uğur Hüseynli. Tunar Əliyev ilə mövqe dəyişimi ediblər. Yine Uğur. Səid İstasema. Uğur Hüseynli. En geride Ömer İskender'le gelir top. Sağı bağla. Seyit solu bağla. Galip çıkar ortaya. Birinci top. Sen de bir çay. Bangladeş biçi. Geç. Hadi geç üstüne. Yine Ömer. Oktay Ekberov. Ara ötürməsi mükemmel. Tunar Əliyev böyük ehtimal çatacaq. Gün zərbəsi. Tunardan önce 77 nömrəli oyuncu. Aksu şəhər təmsilçisinin müdafiəçisi topa toxunur. Uğur Hüseynli. Asması yine yaxşıdır. Ələkbərov. Qaydanı pozdu Oktay Ələkbərov və cərmə zərbəsi. Galip, zonaya sizə. Yusuf. Galip, onun yanında diyançı yok. Bak, elə diyançı çönərsən, onun nömrənin arkasına. Dön. Hadi. Ömer. Şuna bak sanki.
Hüseyin niye top çatmadı? Buna bakmayarak topu özü onu tapdı. Elekberov topladı. Oynama. Biraz az canım. Yoksa Selvi'li pas vermiyor. Müdafiəçilər də artıq hücuma qoşulub. Hüseyin Süleymanlı götürmək etməyə çalışdı, amma düz qalkiperin əllərinə gəlir top. Meydan mərkəzində yenə Elekberov topladı. Namiq Nəsibli. Tunar. Komandalar Zülfikar Alavecevlə oynayır. Uğur Hüseynim. Uğur və oy. İnanılmaz bir gol. Uğur Hüseyni'den. Bu fantastikaydı. Bu gol değildi. Bu fantastikaydı. Bu La Liga, Premier Liga sahibi bir gol izledik desek yanılmaram. Çok güzel bir gol. 8 nömrəli oyuncu Uğur Hüseyni'den. Maçın əvvəllərində təqribən 15 dəqiqəyə yaxın müddətdə Uğur sağ cinata mübarizə aparırdı. Cinatını dəyişdikdən sonra maçda fərqləndi. 20-ci dəqiqə 1-0. Ulduz Futbol Akademiyası belə baxımlı qolla Ağsu şəhər təmsilçisinə qarşı mübarizədə 1-0 hesabda öndədir. Zərbə çox sərt alınmışdı, çox dəqiq alınmışdı və də çox da qarşısı alınmaz idi. Elekberov. Zülfikar Alaveyev. Namiq Nəsibli. Çaytdan ötürməm. Oktay Elekberov. En solda Hüseyin Süleymanlı da qoşuldu hücuma. Səid İstatiyeva. Müdafiəçilər ötürməni qabaqlayır. Solu bağla, sağı bağla. Ömer. Geç üstüne Seyit. Yine Nəsibli ilə oynamaq olar. İrəli doğru ötürmə. Tunar Əliyev istiqamətlə çatdı. Tunar. Bir də çox təhlükəlidir Tunar Əliyev. Zülfikar Alaveyev. Ötürmə sol şinatı. Hüseyin Süleymandan. Uğur Hüseyin'le. Yine Hüseyin. Səid İstatiyeva dönməyə çalışır. Oktay Elekberov. Elekberov'dan ayalı hareketler. Tunar. Haydi Tunar zərbə indirir və sonra yine müdafiəçilərin müdaxiləsi. Yine Səid. Oktay Elekberov. Bravo, Turan, bir elinle. Başla. Namiq Nəsibli. Qədər cinatda meylənir. Şahid İsmailov. Tunar Əliyev. Oktay Elekberov. Hüseyin Süleymanlı. Geriye. Şahid İsmailov. Uğur Hüseyin'im. Hüseyin Süleymanlı toplaydı. Cırmı zərbəsi təyin edilir. Galip o tarafa düş, Galip o tarafa. Hepsinin yanına düş ata. Gitti, git. Kapsına başladı. Aşırma vuruşçəti var və hər şey yaxşı qurtardı. Bir göz qırpımında Ağsu City vəziyyəti eyniləşdirməyə çox yaxın oldu. Galip, dava yapın, dava. Xoşbəlikdən burada top qapıdan aralı keçdi. Bravo Ezi, elə. 1-2. Ne oldu? O görmüyor. Qapıdan zərbə ilə top oyuna daxil ediləcək. Hadi. Galip sınır Seyit. Sendir, Şahir sendir. Başla hadi. Başla hadi, dikkatli ol baba. Seçkin. Elekberov. Yusuf Zeynep arkada yat bir size.
Yəni müdafiə xətti qarşılayır. Hüseyin Süleyman'dan geriyə Cahid İsmailov'la oynuyor. Cahid Galip rahat gelin Galip. çox rahat təmkinlə mərkəz xəttə qədər gəldi. Hətta keçdi. Uğur Hüseyin'ini tapır. Bırak kimi. Uğur. Yo. De. Ələkbərov da qoşuldu. Nokta Ələkbərov. Tunar Əliyev. Sen de sonra. Nokta Ələkbərov. Cahid İsmailov. Tunardan sağ cinata. Namiq Nəsibli. Yenidən Tunar. Nəsibli. Tunar Əliyev. Növbətdə alt ulduz. Hey, Seyit, güzel ya, hey. Bir kalır. Üçün zərbəsini yenə Uğur Hüseyinli yerinə yetirəcək. Gel, Galip çek, Galip çek. Çabla, Seyit. Uğur Hüseyinli. Qaçıvari zərbə cəhdi var idi, alınmadı. Out Aksu. Cabra bir çay. Ortadan gelme. Yok, bana bir çek. Evet, alt yerinə yetirəcək ulduz. Beşli olmaz. Karşılar. Evet. Mava değil. Bura, sen yok. Bura sen gelmezsen. İki sen dalmak için. Hüseyin, annemden bir şey görmüyorum. Dışarı biraz kavana çıkartacağım. Hadi. İşte. Açıkın. Açıkın. Ateş. Mami. Yusuf bıraksın. Hadi. Nokta Ələkbərov. Ortada çektik Ali. Yine topu Aksu sidiyə ala bilərdi. Ələkbərov topu kazandı. Yani hadi bak. Zülfikar Allahverdiyev. Ortaya slash. Hüseyin Süleyman'dan. Yine Zülfikar. Cahid İsmailov. Namiq Nəsibli. Tunar. Ələkbərov. Tunar Əliyevə top çatmadı. Buna baxmayaraq out, yenə ulduz. Əsas vaxtın son 2 dəqiqəsi ilk hissədə. Ulduz 1. Və belə geçsə 2 olacaq da az qalsın. Yenə diqqət mərkəzində Uğur Hüseyinli idi, 8 nömrəli futbolçu. Ulduz 1, Aksu City 0. Hal-hazırda hesab belədir. Aksu şəhər təmsilçisi maçda fərqlənməyib hələ ki. Ələkbərov. Tunar Əliyev. Aksu futbolçuları topu eləməyə çalışırlar. Yenə imkan vermədi Zülfikar Allahverdiyev. Namiq Nəsibli. Out. Aksu. Keçib başlıyor. Qapıdan keçib başlıyor. Olar. Təhlükəli oyun. Cərimə zərbəsi. Galip, Yusuf promo geçti ha. Galip, ahırıncı oyuncusunun arkasında kal. Yusuf, orada kal. Ömer, sağda bir çay yapmışlar. Tuna. Galip, aslan geçirmedi. Düşme arkaya, kal orada. Seyit, İkray! Bravo Seyit, o beni atır. Молодец, Okber topa ilə daxil etməlidir. Ömer İskəndərli bu dəqiqələrə qədər qapısını inamlı qoruyub. Açıq elə bir ciddi zərbə də gəlməyib bu qapıya, amma mövqe
Hər zaman düzgün tutub Ömər İskəndərli bu qarşılaşmada. Ötən qarşılaşmada da çox yaxşı performans nümayiş etdirmişdi həm Ömər İskəndərli, həmçinin də Əbdülxəliq İbrahimli. Ulduzun da bir hücumu. Hücumda geri dəqiq yekunlaşır, qapıdan zərbə. Əlavə idi, orada vura bilərdin özü. Altından Galip, oraya düş Galip, o taraftan başlayın. Hazreyi yanına düş. Sen, Ezan ortaya sıvar. Hazreyi. Uğur. İstatiyamadan sol üçün atdı. Hüseyin Süleymanlıya gəlmişdi top və el ondan da meydançanı tərk etdi. Hissən son anları. Aha. Topunuş var idi Aksu City'dən. Gün zərbəsi təyin edilib. Ələkbərov. Mərkəz müdafiəçilər onun ötürməsini qarşıladı. Oktay Ələkbərov. Cahit. Yine Oktay. Uğur Hüseyinli. Cahit İsmailov. Ələkbərov. Namiq Nəsibli. Şöyle çıkarın. Ömer. Hazreyi sağı bağla. Galip orta. Ezan kesmeyi lazım değil. Zülfiqar Allahveciyev. Oktay Ələkbərov. Uğur. Uğur Hüseyinli. Tınar. İstati Mayatov şahtınadı. Oyunun baş hakimi ilk hissəni bitirir. Ulduz 1, Aksu City 0.